Musa Musa olur. Musa Fakan'ın kardeşi 1992 yılında Karabağ'ın şehit oldu. Şehitlerden tabii ki adet olmasın. Cəmşid 1997 yılında maşın satışar. Yollarda 200 kilogram arama yoldan çizilmişler. Ve kesinlikle karşıma baksa bütün Alman yolcusuna görmek ikinci ile muhakkak şehitlerimiz. Ve ben de bir şuarım var. İstemem ki zaten bir şehit olsun. İstemem bir yol göstereceğiz. Canlı İşğal Köləç Məhsi 114 nömrəli Tamam məktəbin 6. sinif şagirdi Müsəvvə Sınır. Vətən üçün döyüşən igidlər, vətəni üçün döyüşdürürlər. Hər qarşına aşıq gönüllər, ürəyə torpaq üçün döyünürlər. Döyüşəndə həmçin mübariz ol, ölmək idi, sonra şükür ol. Haqsızlığa dözməyən budur, əsir yol. Təksən vətən üçün şəhid ol. Canlı İşğal Köləç Məhsi 114 nömrəli Tamam məktəbin 11 sinif şagirdi Müsəvvə Xanımzə. Amma oğlum gəl sesçi olmasın, o gözəl gözdən yaşlı olmasın. Aləmə əmənət qalsın mənim əşyalarım, Atatürk üçün vətən sağ olsun. Oğlumda ölen varsa vətəndir, hər vətən sevər əsgər əmin kimi qüvvətlidir. Şəhid olmaq tək şəhid qismətdir, vətən biləklə deyil, ürəklə. Canlı İşğalın Köləc Məhsisi 114 nömrəli tam orta məktəbin 4 sinif şagirdi İsmail Baba Yağmur. Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir. Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir. Şəhidlər yatan qəbir istiqlal türbəsidir. Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir. Şəhidlər ölmüş heç vaxt, ömrü dünya qədərdir. Canlı İşğalın Köləc Məhsi təsəvvür səninlə. Vətən mənim təmparamdır, ən ağırlı yaramdır. Deyə unutmaq olar mı? Vətən üçün canlılar. İşte 1989-1991-ci illərdə Sovet ordusunun əskəri olub, Moskva şəhərində tibbi qardaşı olaraq hərbi xidmət başlamışdır. 1991-ci ildə Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Atamoğlan Rızayev küçəsi ev 536 ünvanında yaşayıb və eyni zamanda Qala qəsəbəsində alüminium zavodunda fəhlə olaraq çalışmışdır. Azərbaycanda gedən Qarabağ döyüşləri zamanı Suraxanı rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Əmirallılar Mantun Muğanlı kəndində döyüşçü və tibb qardaşı olaraq yaralı əskərləri yardım göstərir. 1992-ci ildə sentyabrda Cəbhə bölgəsində dərman müvazinətləri aparmaq üçün Suraxanı rayonuna gəlir. Geri Cəbhə bölgəsinə qayıtdıqdan sonra bir neçə gün gedən ağır döyüşlər zamanı öz döyüş yoldaşlarını, yaralanmış olanları qorxmadan mərdliklə xilas edir və yenidən döyüşə atılır. Daha sonra isə ondan heç bir məlumat alınmır. 5 il sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Xəqani Musayevə şəhid statusu verildi. Dövlətin köməkliyi ilə şəhidin ailəsinə balaca köşk, 4 otaqlı ev, 12 torpaq sahəsi və hər ailəsinə 240 manat yardım verilmişdir. Bundan əlavə Cəbhə Prezidenti göstərişi ilə 11 min manat yardım edilmişdir. Musayev Xəqaninin qardaşı Musayev Tayyip 1997-ci ilin noyabrında şəhidin anılma keşikdə kiçik ticarətlə məşğul olduğu zaman Pakistan yol kənarında ağlayan 2 qız və 1 oğlan uşaqlarını yola keçirdi. Növbəti gün Aytan adlı həmin qızlardan biri xaridə yaxınlaşaraq Canlı İşğal məni yoldan keçir deyə müraciət edir. O gündən sonra Xalid qarşısında məqsəd qoyur ki, əlindən gəldiyi qədər yol qəzalarının qarşısını almağa çalışacaq. Yol qəzalarının qarşısını almaq üçün həftənin şənbə günü 11:00-dan 13:00-a qədər az yaşlılara, 11:00-dan 17:00-a qədər böyük yaşlı uşaqlara yol hərəkəti qaydalarını təmənnasız öyrədir. Xalid deyir ki, vətəni qorumaq mənim borcumdur. Necə ki, qardaşım vətənə xidmət edərək canını keçdirsən, mən də bu şəkildə vətənə xidmət etməyi seçdim. Bədii sənətə keçirilir. 114 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Musazadə Musa, 114 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Musazadə Ömər və Musazadə Zeynəb çıxış üçün dəvət olunur.
silə bilmədim. Onda balacaydım, başa düşmədim. Nənəmin göz yaşını silə bilmədim. Torpağı qanıyla doyduran əmiyim, bəylik libasını geyməyən əmiyim. Vətənə sevgini səndən öyrəndim, adını tarixə yazdıran əmiyim. Mən danışmamışam köməkçi. 5 yaşında anam sözadı. Qəhrəman əmim silahın aldı, nərəsi düşmənin bağrını yardı. Tarixə qovuşdu şəhid adıyla, əmim şəhidimsən, qürurumsan sən. Haqq hesab günüdür dedəyərimiz, Cənnət Qarabağda bizim əmimiz, silahını əlinə alıb vətən uğrunda şəhid oldu bizim əmimiz. Mən Talış Qurancı'nın köməkçisi yolda Sabit Ramazan Məşənin 4-5 şagirdiyim Musazadan Musa. Salam şəhid anası, mən də sənin bir balan, olmasan da qəhrəman, Şuşa Kəlbəcər alan. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durursan. edilir. Suraxanı Rakeydər Mərkəzinin direktoru Xəyalə Mahmudova. Bir daha hamınızı salamlayıram. Növbəti tədbirdə sizlərlə qarşılaşırıq. Müəyyən səbəblərə görə bugün auditoriyamız biraz boş oldu. Bilirsiniz ki, şəhidin evladı səhv eləmirəmsə rəhmətə gedib, ya qohumu rəhmətə gedib. Mən Vəsbə xanımla danışdım, səs kəsildi, tam dəqiq məlumat ala bilmədim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Biz bilirik ki, ümumiyyətlə hər iki Qarabağ müharibəsində şəhid olan igidlərimiz bizim torpaqlarımızı qorumaq məqsədi ilə igid oldular, vətən yolunda şəhid oldular. Həmin illərdə bizim nizamlı ordumuz yox idi, silah-sursatımız yox idi və Azərbaycan dəstəksiz, köməksiz bir vəziyyətdə idi. Belə bir vəziyyətdə Azərbaycanın igidləri, qəhrəmanları qorxmadılar. Onlar vətənin müdafiəsinə getdilər və yəni son damlalarına qədər vətəni müdafiə etdilər. Halbuki onlar içəridə, daxildə gedən prosesləri də bilirdilər, qarşıdakı düşmanın niyyətini də bilirdilər, amma buna baxmayaraq onlar vətəni qorumaq yolunu seçdilər. İkinci Qarabağ müharibəsində də artıq hər birimizə məlumdur, yəni artıq biz də şahidi olduq, daha gənc nəsildə öz gözləri ilə gördük ki, Azərbaycan oğulları necə qəhrəmanlıq göstərdilər, yəni necə şücaət göstərdilər və torpaqlarımızı geri aldılar. Əlbəttə ki, hər bir müharibədə qan tökülür, amma əsas odur ki, yəni müharibənin nəticəsində bizim torpaqlarımız geri alındı, artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, artıq biz suveren bir ölkəyik. Təbii ki, heç bir zaman Azərbaycanın bu vəziyyətdə çatmasında igidlik göstərən şəhidlərimizin xatirəsi hər zaman yəni bizim üçün gurur mənbəyi olacaq, heç vaxt unudulmayacaq. Belə tədbirləri nə qədər etsək də azdır. Çünki bu bizim vətəndaşlıq borcumuzdur ki, şəhidlərimizi gənc nəsilə, xüsusilə gənc nəsilə təbliğ edək. Bugün auditoriyamızda əslində biz məktəblər də dəvət etmişdik, hava şəraiti ilə bağlı olaraq onlar gəlib çıxabilirlər. Amma ümumiyyətlə tədbirlərimizin əksəriyyətində məktəbləri, gəncləri dəvət etməyimizdə əsl məqsədimiz onları vətənpərvərlikdə yetişdirmək, tariximizi dərindən öyrətmək və hər zaman Azərbaycanın keçdiyi yolları xatırlatmaqdır. Qeyd edim ki, biz şəhidlərimiz haqqında nə qədər danışsaq da, onların ailələrinə nə qədər səbirli ol desək də, təsəlli versək də, əlbəttə ki, şəhid ailələri üçün evlad itkisi çox çətindir. Bunun heç bir təsəllisi yoxdur. Amma hər halda ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz çox gözəl bilirik ki, həmin igid qəhrəmanların valideynləri də qəhrəmandırlar. Çünki onları valideynlər böyüdüblər, dünyaya gətiriblər. Onlarda igidlik hisslərini aşılayıblar. Çünki hər kəs ailəsində götürür tərbiyəni və onlar da ailədə necə vətənpərvər böyüyüblərsə, öz igidlikləri ilə də vətəni o cür qoruyublar. Bir daha hər bir şəhidimizə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə Allah şəfa versin, müharibə iştirakçılarına Allah kömək olsun və arzu edirəm ki, bugündən sonraki nəsillər müharibə görməsinlər, igid olsunlar, qəhrəman olsunlar, vətənpərvər olsunlar və sağlam, gözəl bir ölkədə yaşasınlar və hər zaman da Azərbaycanın
yəni qoruyub saxlasınlar bu müstəqilliyimizi. Düzdür, şəhidlər bu qanı bahasına əldə etdilər, torpaqlarımız suveren oldu. Ancaq torpaqlarımızın bugündən sonra qorunması da məhz gənclərimizin əlindədir. Gənclərimiz həm elmləri ilə, həm igidlikləri ilə hər bir sahədə özlərini göstərməklə, vətənpərvər olmaqla, Cənab Prezidentimizin ətrafında sıx birləşməklə, həmrəy olmaqla Azərbaycanı daha inkişafa doğru aparmağa qadir olacaqlar, bundan əminəm. Hər birinizə burada iştirak edənlərə gəldiyiniz üçün təşəkkürümü bildirirəm. Məndən sonra da çıxışlar olacaq, yəni burada şəhid ailələr iştirak edir, kimin çıxış etmək istəyi varsa, bildiyiniz kimi bizdə səmimi ortamdır, kim istəsə öz fikrini, öz sözünü deyə bilər, şəhidlə bağlı fikirlərini deyə bilər. Çıxış üçün söz verilir. Əsgərov Əlisanın, şəhid Əsgərov Əlisanın qardaşı Əsgərov Əlasır. Bildirirəm siz mənə söz verdiniz üçün. Biz də şəhid Əsgərov Əlasır mənim qardaşım olub. Xaqani qardaşımız Musa ilə bir yerdə döyüş yolunu keçirlər. Mən özüm 2 ay bundan qabaq həmin Xocavənd ərazisində olmuşam. Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə Xocavənd üzrə bütün təhlükəsizlik arasında işçilərin orada araşdırmalar aparmışıq. Mən sizə bir yandan həm şaq xəbər deyəcəm, həm də körlərici xəbərlər deyəcəm ki, orada həmin oktyabrın 2-sində 1992-ci ildə bərpaq erməni qonşularımız tərəfindən Xocavənd rayonu köməksiz qaldığı üçün orada 702 briqada 831-ci batalyonun 1-ci bölümündə Xaqani Müsəlman şəhid qardaşımız, mənim qardaşım Əsgərov Əlasır ilə bir yerdə çiyin-çiyinə döyüşürlər. Həmin döyüşdə bunların komandır olub, mobil əhval olub, Quban Alpan kəndindən. Bu da mənim qardaşım Əsgərov Əlasırdır, Masar rayonunun Köhnalbadı kəndi bəşlədi onun adına əbədiləşdirdi. Biz orada, mən özüm bir hüquqşünas kimi çox araşdırmalar aparırdım, neçə illərdir, amma heç bir nəticə gəlib çıxa bilmirdi. Çünki Xocavənd rayonu Əmralılar, Quraqbaq kimi Muğanlı kəndi, axırıncı Xocavənddən elə bir ki, qalmış kəndlər idi Qarabağ regionunda. Oradan heç cür çıxmaq, yəni ki, həm müasirədən qalmışdı, həm də ki, bunları məcburən burada saxlayırdılar ki, könüldür. Birdən də dala qarşı ilə fərara kimi yazarlar. Mən bunların hamısı bizdə araşdırmışıq məsələni. Burada 86 nəfər döyüşçü olub. Mən sizə dəqiq və net məlumatlar verəcəm. Yəni, mən bir hüquqşünas kimi. Həmin döyüşdə 16 nəfər itkinlə, əsirlə bir yerdə şəhid qalıb. Amma bilinmir ki, yəni şəhiddir, yoxsa itkindir. Bunlardan 12-si şəhidlik siqasına ucalıb, yerdə 4 nəfər qalıb, 4 nəfərdən də bir qardaşımız, 2 qardaşımız əsirlikdən qayıdıb. İndi onun mənə deyib ki, mənə çəkmə, özlə burada. Nəsə çəkmək istəmirəm, qardaşımız buradadır, Allah ona can sağlığı versin. Biz getdik oranı Təhlükəsizlik İdarəsinin rəisinə, Xocavənd rayonunun, sağ olsun. Özləri orası sizə deyim ki, biz indi burada normal danışırıq hər şeyi, belə danışdığımız kimi deyil. Ora bütün minalı zonadır, bütün akopların qabağına, Ermənistanda bərpaqlar o qədər mina istisnat edirlər ki, hər yerə akopların qabağına belə bir səngələr, minalar yığırlar. Sağ olsun, onlara mən öz ailəmin adından da təşəkkürümü bildirəm ki, mənlə bərabər 4 saat yarım axtarış apardım. Xaqani Müsəlman qardaşımız hardan keçib, rəhmətli qardaşım hardan keçib, bütün o relyefdə dəyişir, bütün çaylar Allah qurudu bunların üzrünə, məsələn, qamış basır, bütün hər bir şey dəyişir. Belə bir dünyada, belə bir üzr istəyirəm, belə bir millət yoxdur ki, onlara millət demək də görür. Elə bir insandır ki, bu cür vəhşiliyi edirlər. Yandırmadıqları evlər qaldı. Mən orada bütün telefonda, məndə bir yol çəkilişlər var. Hamısına bizə bax. Nəsə çox araşdırma apardıq, deyirlər ki, mobil müəllimdir ki, biz buradan çıxmışıq, belə olub, sizin qardaşınız burada şəhid olub, bu cür burada dəfnələmişik. Dəfn yox, dəfnələmə mümkün olmuyor, üstünü örtmüşük. Bir dənə BMT-dən uşaqlardır ki, siz çıxın, Çankırı'dan, mən elə bir sizi şey deyərəm, müdafiə edirəm. Bir dənə BTR üstünə güllə deyir, bir çiliyindən, bir dənə snayperlə olurlar. Bir 3 dənə gülləyə nisbətən yenə bu 4-ə qədər qaldı. Xaqani Müsəlman qardaşımız da Allah onu rəhmət eləsin, 4 nəfərdən çıxırlar. 4 nəfər istiqamətlə Məhərrəm müəllim olub, yanında Ədalət olub, Ramiz olub. Ondan sonra qardaşımız deyərlər, bir də ən uşaqlarında bir adam olub. Bunların elə bir hərə öz istiqamətindən ki, bir yerə çıxsın ki, yəni mühasirədən çıxa bilsinlər. Çünki orada 1 saat yarım sərf, saat 6-da döyüş başlayıb, 27 il ağır texnika ilə 580 nəfər əskərdən ermənilər hücum edirlər. Ordumuz oldu ki, həqiqətən də biz dünya sübut edək ki, və Azərbaycan bu cür mükəmməl olsun. Bu vaxt həmin güllələr aldılar, müdafiə
şəxsən söhbətlər. Onlar çox belə qiriyyətli qardaşlar, yəni elə bir hər şey belə saf, qoruyub bıraxırlar. Mənim qardaşımız, iki qardaş döyüşürlər, Mehmandan Polad. Bunlar da bunların istiqamətə snayper istiyorlar. Bunlar deyir, biz görürük, ermənilər gəlir sef şəklində, yəni buranın mümkündür də sahat yarım atışırlar, bunların 580 nəfər, bunlar 86 nəfər dolar. Nə eləmiyorlar, heç nə eləmiyorlar, ağır texnikalarla, bunlar da avtomat, belə deyək də, bombara, belə şeylər, yüngül qrantı, yüngül silahlar. Ondan sonra olub 830 briqada komandır ki, buradakı dedim ki, müəllim, şəhidlərin sonraki talihi nə oldu? Bax, bu şəhidlər qaldı oxudu. Deyir ki, bunu bilən Polad. Mən Polad'ı araşdırdım uzun, həm Xocavəndin Kraftlarından danışdım, həm Veteranlar Şurasının sədrindən danışdım, Akif müəllimdən, sonra Eynullah müəllimdən, Pəyər müəllimdən. Məsələ mən tapdım, axır bu adamı bu şeydə tapdım. Tapandan sonra söhbət oldu ki, qardaşım, mənə vaxtdan bir nəfər, bir də ki, Qubanın 2-ci nüvəldə kəndindən Qaraxanov, Mübariz Zöhraboğlu'nun qardaşı mənə yaxınlaşdı ki, mənim qardaşım orada. Həmin yerdə şəhid olub, mənə köməklə onu çıxardı. Dedim, biz gəldik Füzuliyə. Artıq bu ermənilər gəlib, 50 illər bəri. Rasim var, qardaşımız döyüşçüdür. O deyir ki, biz məcbur olunmanda gedinə səndiyalaq. Bu ki, ermənilər artıq qabağa hissəyə gələ bilmez. Biz gəldik, görüşdük, Yağlıqan kəndindən Seyid Əhəd adında keçmiş döyüşçümüz, Allah oraya qəni-qəni rəhmət eləsin, ermənilərlə danışıqda girir. Ermənilərlə danışıqda girdəndən sonra söhbət olundu ki, ermənilər bunun üstündə əmrallardan və Muğanlı ərazisində olan şəhidlərimizin əvəzində 2 erməni meyidi var, sizdə bir Rus meyidi. Onları verəcəksiniz, biz də sizə o təhvil verəcək. Nəysə danışıqlar oldu, sizin də başlarını üzr istəyirəm, bu sizə yəni vacib məlumatdır. Bu işlə şəxsən özüm məşğul oluram. Dövlət təhlükəsizliyi həm olar, sağ olsunlar, yəni bizə kömək göstərirlər, hər tərəfli. Bu yaxında yenə də ora gedəcəm. Nəsə söhbət oldu, həmin Yağlıqan kəndinin olan Seyid Əhəddən. Dedilər ki, biz cənazələri əmralardan alacaq. Əmralardan çıxan cənazələr sizə deyim biləsiniz. Gətiriblər Qaraxanbəyli kəndində, yolun qırağında, sol tərəfdə, qəbristanda dəfn oldu, yarısında morqun həddində dəfn oldu. Şəxsən bunu Polad özü görür. Poladla da mən danışdım. Allah qoysa bu günlər axşam çağı Rusiyadan gəlir, mən adamı qarşılayacağım və gətirəcəm, hadisəni tüpür göstərəcəm. Həm təhlükəsizlik arasında ərizə yazacaq ki, yəni şahid kimi, həm də onlara biz təhvil verəcək. Təhvil verəndən sonra DNK analizləri çıxacaq. İnşallah ola bilər ki, qardaşımız da oradan çıxa bilər. Mənim qardaşım da oradan çıxa bilər. Bu hələ 100% garantiyadır, amma bu sevindirici xəbərdir ki, biz inşallah öz cənazələrimizə qovuşarıq, gedərik məzarı başında Allahın kəlamını oxuturarıq. Onun üçün Allah qabağında şəhid olanları biz öyle demirik. Quranda Əl-Bəqərə surəsinin 154-cü, Əl-İmran surəsinin 169 arasında gəlir ki, Allah qabağında ölənlər öyle sayılır, onlar diridilər, Allahın yanında ruzi yeyirlər, siz dua keçsiniz, bunu bilməzsiniz. Bu barədə çox möhtəbər işlər görülür və Seyid Əhəd rəhmətə getdiyi üçün mən yenə də bütün kanal vasitəsilə Allah şəhidimizi rəhmət eləsin, Fərzəli Bəhrəman, milli qəhrəman, oğlu Xaliq mənlə dostu Fərzəli Bəhrəman, mənlə müraciətlərdən danışdım ki, bizdən bunlarla əlaqə saxlayın. Mən bunu oğlunu tapdım, Yelçin müəllimi tapdım, söhbət etdim, Azərseldə işdir Füzulidə. Dedim ki, sizdən xahişim, mən filan kəs şəhid əskər bəlasının qardaşı əskər bəlasıyam. Əminin əgər diplomatlar, siyahidə nəysə varsa bizə göstərin, biz bunu təqdim edək dövlətimizə ki, yəni bu məsələni araşdıraq. Yəni analarımızın, bazılarımızın 33 ildir gözləri yaşdır. Bu məsələləri araşdıraq, həm də bunların DNK eləkdirləri kimə aiddirsə, aparaq bunların. Mən bu məsələləri araşdırdım, həm də həmin o şəhidlərin məndə siyahiləri var. Siyahilərdən da birində çıxdı, mən həmin hadisəyə də gedirəm, mobil məlimdə apardım, buranın təhlükəsizlik arasında dəyişdən birbaşa orada biz ərazidə baxış keçirəndə Hafiz Quliyev vardı. Şimdi burada mən deyim, bu bacılar, analar bilsin, yəni bir-birimizə məlumat çatdırılan ki, o Suraxanı rayonundan Höfsan qəsəbəsindən gedib, onun vırıldığı snayperlə yerdə mən baxdım. Ermənilər, bədxahlar onu qoyublar Kamaza, yəni bizim şəhidlərimizi yığırlar sınariyyə yeşiklərindən, gətiriblər, verirlər həmin Seyid Əhəd adlı şəxsə. Allahın da qəni-qəni rəhmət eləsin, Allah adam olub. Və orada bir nəfər də olub Qobudan Firuz Novruzov, onun qardaşı Rasimlə danışdım. Yəni o hadisələri mən ona izah edirəm ki, bax sizin qardaşınız kəndin ortasında vurulub. Yəni bunun cənazələrini artıq biz yeri təsbit eləmişik, müəyyənləşdirmişik. Yəni nə lazımdırsa iş görmüşük. Tez-tez də oranı təhlükəsizlik arasında rəisində mən danışıram, onun da məlumatlandırıram, döyüşlərində nömrələrinə bəzilərini vermişəm ki, çünki biz məsələyə aydınlıq gətirək ki, bu məsələni həll edək kökündən ki, bizim analarımızın, bazılarımızın gözü yolda artıq qalmasın. Artıq məsələlər həlli tapmaq üzrədir. Yəni, siz deyə bilərsiniz ki, bunun bu qədər vaxtını araşdırıyorsunuz,
Amma sizə bir dənə məlumat verim ki, o vaxt Xocavənd rayonu işğal altında idi. Biz ora heç girə bilmirdik. İndi də məsələn, valla biz ora gedəndə, biz gəldik Füzuliyə, biz maşın saxladıq, mənim dalımızdan hündürcük göndərmişlər. Biz ora ərazini keçəndə bütün yol minadır. Siz təsəvvürünüzə gətirin ki, ora 30 kilometrdən yuxarı yol deyil. Yolun solu da minadır, sağı da minadır. Mümkündür öyle bir şey. Yenə də bizim üzr istəyirəm, bağışlasın anabazlarımız, biz həmişə, biz kişilər ölümə hazırıq, vətən üçün. Yəni biz çəkirdik bu vətənin bir yer. Mən orada girəndə mən fikirləşmirdim ki, mən oradan geri qayıdacağım. Allah'ın olsun. Çünki mənim oğlumda da Qarabağ döyüşçü olub, Qarabağ reisi. Mən fikirləşməzdim ki, mənim 15 yaşında, mənim qardaşım gedib şəhid olacaq, sonra mənim oğlum gəlib Qarabağ alacaq, Qarabağ qarşı olacaq. Mən oğluma vəsiyyət edirəm ki, Tural Əsəyoğlu, bir də atamla qayıda bilməz. Ola bilər ki, mən düşərəm niyyə, mən özümü partiya edərəm. Həyat bu, mən vəsiyyətimi edib çıxmışdım. Amma Allah bizi qorudu, getdik, çıxdıq. Hadisəni dərinliyini araşdırdım, araşdırır da bu günə qədər də. Allahın köməyi ilə mən sizə söz verirəm ki, yaxın zamanlarda, inşallah Allahın köməyi ilə, Allah göydə, Allah yerdə olmağa, bizim qardaşımız Xaliqə ilə mən deyirəm ki, Allahın köməyi ilə bu tapılacaq məsələ. Burada çünki 3 dənə məsələ var. Yəni, mən açıq danışıram bu bir. Yuxarıda 82-yə qədər sümük göndərilib, ola bilər oradan da çıxsın. Ola bilər ki, Qaraxanbəylidə, ki, həmin mən dediyim yerdə, Qəbristanlığın sol tərəfində girəcəkdə, çünki mənə Polad izah edir ki, orada ki, şəhidlərimiz onlara rəhmət eləsin, hamısını yığmışlar. Sadəcə onlara o vaxt telefon yox, maşın yox, nəqliyyat yox idi. Elə orada karbonun adını yazıb dəfnləmişdilər. Yenə öz torpağımız da dəfn olub. Bir yana şükür eləmək lazımdır ki, yuvar məsələn, gedə düşə erməni əlindən, yəni biz çox olub, bütün ağır olub. Yəni, yenə də bu barədə sizə deyirəm ki, yəni, bu yandan sevindirici xəbərdir ki, əlimizdən olan nə gəldi eləyirik. Yəni, bundan artıq da biz neyə bilərik və hər şeyə gözümüzün qabağını almışıq. Məsələn, buradan da mən sizə deyirəm, şəhid aylarının olanı baş əyirəm, Allah onlara səbir versin, qalan döyüşlərimizə can sağlıq versin. Mən bu, elə bir ki, bu bir nəfər də sizə qeyd edir ki, Babayev Arifin cənazəsi yerdə olub. 7500 rubl alıb o vaxt. Mənə deyilən məlumat da olub ki, bir nəfər Suraxanadan, Allah o şəhrimizə rəhmət eləsin, bir neçə aydan sonra Füzulidə, amma onu bir başqa bir adam dəyişir. O da rəhmətli bizim əziz qardaşımızın yanında döyüşdə iştirak edirlər. Yəni bu batalyon sizə deyim ki, 86 nəfər adam olub, onlardan hal-hazırda 70 nəfəri sağda, onlar 5-6 dünyasını dəyişib, yəni həyatda usul keçib. Qalanlarına Allah can sağlıq versin. Allah sizə də hamımıza, biz qarşı, hamımız bir yerdə səbir versin ki, inşallah Allah bizə müvəffəq versin ki, biz bu işi araşdıraraq və bütün analarımızın, bazılarımızın gözü yoldan çəkilsin. O yarım saatdan sonra mənim halım dəyişir. Çox bir sorular, fikirləşirəm ki, niyə o belə oldu? Kaş gələ bizim cənazəmiz öz gözümüzün qabağında oraydı, biz gedib öz ziyarət edirik. Yəni, qardaşımız bu günləri mən bilməm nə istirab çəkir. Yəni, eyni dəftə insanlar, hamımızda, yəni burada şəhidlərlər bildik ki, biz nə çəkirik. Bunu sözlə deməklə ifadə eləmək olur. Təşəkkürüm bildirəm, siz çox danışdınız, başınızı ağrıtdınız, Çıxış üçün söz verilir, Qarabağ Etkin Ailələri İctimai Birliyi sədri Könül Behbudova. Salamlayıram hər kəsi, tədbir iştirakçılarını salamlayıram, şəhid ailələri salamlayıram. Sizlə bir arada olmaq bizə qürur verir, hörmətli şəhid ailələri. Mənim də qardaşım 1992-ci il itkin düşüb Zəngilən rayon oğluna gedir döyüşlərdə. Biz itkin ailələri ilə birlikdə 2022-ci ildə Qarabağ İtkin Ailələri İctimai Birliyini təsis elədik və bizi dəstəkləyən dövlətimiz Əsir və İtkinlərin İşləri üzrə Dövlət Komitəsi köməkliyi ilə qeyri-hökumət təşkilatlarına dövlət təşkilatı köməkliyi ilə təşkilatımız Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçibdir. Hal-hazırda fəaliyyət göstəririk, itkin ailələri ilə işləyirik və itkin ailələrinin hər birinin tədbirində yanında olmağa çalışırıq, dəstəyimizi göstərməyə çalışırıq. Biz Xalid müəllimi də artıq uzun illərdir tanıyırıq. Bizim təşkilatın üzvüdür. Bizlə birlikdə Qarabağa səfər də edibdir. Yəni, bildiyiniz kimi, 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində 4000-ə yaxın Azərbaycanlımız itkin düşüb. 33 il keçir, mənfur düşmənimiz ermənilər
onların haqqında bugünə kimi, onların son aqibəti haqqında bugünə kimi biz itkin ailələrinə heç bir məlumat vermədik. İtkin ailələrinin hüquqları tapdalandı. Bugünə kimi də onlar bizim doğmalarımızın, əzizlərimizin dəfn olduğu məzarlıqlar haqqında məlumatı Azərbaycan tərəfinə vermir və verməkdən imtina edir. Bunun, bilirsiniz bu nə ilə əlaqəlidir? Çünki Ermənistan özünün törətdiyi cinayət əməllərini ört-basdır etmək üçün bu məzarlıqları biz itkin ailələrinə və Azərbaycan Respublikasına vermir bu haqda məlumatı. Bugünə kimi Azərbaycanda bilirsiniz ki, 2020-ci ildə cənab Prezident Ali Baş Komandanın çağırışına cavab verən Azərbaycan xalqı, Azərbaycan ordusu 28 ildən sonra torpaqlarımızı işğaldan azad etdi. Və bizim 90-cı ildə döyüşən canları ilə düşmənin qarşısına sipər çəkən Azərbaycan oğullarının, analarımızın, bacılarımızın Xocalıda baş verən faciədə həyatından olan, bilirsiniz ki, Xocalı faciəsində 8 ailə tamamilə məhv olubdu. O ailələr, heç kim qalmırdı ailələrdən. Xocalı faciəsi o qədər böyük bir mövzudur ki, günlərlə, aylarla, həftələrlə bu haqda danışsaq yetməz. Ancaq bugün mən itkinlərimizdən danışıram, məzarsız şəhidlərimizdən danışıram. Hələ də ruhu didərgin olan, rahatlıq tapmayan şəhidlərimizdən danışıram. Bizim bugün anım gününə yığışdığımız qardaşımız da, Xəqani qardaşımız da belə şəhidlərdəndir, belə itkinlərdəndir. Biz onları itkin şəhidlər deyirik, çünki onlar dəfn olunmayıblar. Onların bir məzarı yoxdur. Onların ailələri, doğmaları, əzizləri 33 ildir bir məzara həsrət qalıblar. Yası tutulmamış, eysanı verilməmiş, Quranı oxunmamış bir şəhidlər olurlar. Allah mənim xalqıma bir də belə müharibələri yaşatmasın. Heç bir ana, heç bir ata, heç bir insan şəhid verməsin. İtkin əzabı çəkməsin. Bilirsiniz, qeyri-müəyyənlik içində yaşamaq nə deməkdir? Yenə deyirəm, Allah göstərməsin xalqına, millətinə. 2020-ci ilə kimi bizim 3890 itkin şəhidimiz var idi. Ancaq 2020-ci ildə böyük Vətən müharibəsindən sonra 2023-cü ildən Əsir və İtkinlərin İşləri üzrə Dövlət Komitəsindən, eləcə də Qarabağ İtkin Ailələri İctimai Birliyi olaraq bizə olunan müraciətlərdən itkin düşmüş şəxslərin sayı artdı və bugün 3983 itkinimiz rəsmi qeydiyyatdadır. Bilirik ki, Vətən müharibəsində də 6 hərbiçimiz itkin düşübdür. Bugünə kimi onların da nəşləri tapılmayıbdır. Biz həmişə itkin ailələri olaraq Allaha əlimizi açanda dövlətimizə dua edirik və dövlətimizin gücü, qüvvəti sayəsində itkinlərimizin tapılmağı üçün hər birimiz əlimizi Allaha açırıq. Allah bizim xalqımızı, millətimizi qorusun, dövlətimizi qorusun. 2023-cü ildən sonra kütləvi məzarlıqlar, naməlum qəbirlər açılmağa başladı və eləcə də 700-ə yaxın itkinimizin qalıqları Bakı şəhərinə gətirildi və bilirsiniz ki, patoloji anatomiya şöbəsində o qalıqlar bizim itkin ailələrindən 2014-cü ildən götürülən qalıqlarla, analizlərlə, DNK analizlərlə eyniləşdirilir və itkinlərimiz, tapılan itkinlərimiz ailələrinə təhvil verilir və çox yüksək səviyyədə, şəhid adına layiq səviyyədə dəfnlər həyata keçirilir. Bugünə kimi Azərbaycanda 23 kütləvi məzarlıq tapılıbdır və hal-hazırda da tapılmağa davam edir və 165 itkin şəhidimizin qalıqları eyniləşdirərək ailələrinə təhvil verilibdir və bu yaxınlarda da yenə təhvil verilmək olacaqdır və dəfnlər həyata keçiriləcəkdir. Biz
çox yaxşı əməkdaşlıq eləyirik. Əsir və İqlimlərin İşlərici Dövlət Komitəsindən sağ olsun, komissiyanın rəhbəri cənab Əli Nağıyev sağ olsun, bizə dəstək göstərir və fəaliyyətlərimizin aparılmağında bizi dəstəkləyirlər. Hər zaman itkin ailələrinin yanında olmaq, onların 33 il çəkdikləri ağrı acını bilərəkdən onlarla bölüşmək, onlar bizim, yenə deyirəm, bugün mən təəssüf edirəm ki, biraz bizim rayon səfərimiz vardı, onunla bağlı hazırlıq işlərimiz gedir. Bizim itkin ailələri burada iştirak edə bilmədi və eyni zamanda bizim təşkilatın bu rayon üzrə şöbəsində Mehriban xanım var. Mehriban xanım da səhhəti ilə bağlı hal-hazırda Azərbaycanda deyil, ona görə bizim itkin ailələrimiz burada iştirak edə bilmədi. İnşallah ki, şəhidlərimizi anmaq üçün daha böyük tədbirlərdə, daha böyük görüşlərdə sizlə görüşməyi arzu edirik. Bu bizim borcumuzdur. Hər bir itkin ailəsi hansı rayonda yaşamağından asılı olmayaraq bizi dəvət edəndə biz canlı başla o tədbirdə iştirak edirik və özümüzə borc bilirik. İndi müəllim qeyd elədi, itkinimizin qardaşı. Bilirsiniz ki, mənfur düşmənlər özlərindən sonra çox böyük bir təhlükə boyut gedirlər. Mina təhlükəsi boyut gedirlər. Bizim itkinlərimizin axtarışı bugün gedir, ancaq istədiyiniz kimi getmir, dövlətimizin istədiyi kimi getmir. Çünki bütün ərazilərimiz minalanmışdır. Hər bir, bugün tapılan kütləvi məzarlıqlar mina təmizləməsi həyata keçirilən zaman və eyni zamanda tikinti, quruculuq, bərpa işləri gedən zaman aşkarlanan məzarlıqlardır. Mən ASTV-yə verdiyim müsahibədə də qeyd elədim. Əgər bugün bizim torpaqlarımız minalı olmasaydı, biz itkin ailələri də bu axtarışda yaxından iştirak eləyərdik və dövlətimizə necə ki, neçə illərdir dövlətimizin yanında olmuşuq, bugün də dövlətimizə dəstək olardıq və bəlkə hansısa bir məzarla rastlaşardıq, hansısa bir kütləvi məzarla və yaxud da naməlum bir qəbirlə rastlaşardıq və bu da bizim tərəfdən dövlətimizə bir dəstək olardı, itkinlərimizin tapılması üçün biz hansısa bir işi görmüş olardıq və illərdir bizim ürəyimizdə olan bu həsrət, bu acı bəlkə bir rahatlıq tapardı. Əlbəttə çox çətindir. Mən sizə Halit müəllim itkin ailələrinin başsağlığını çatdırıram. Yenə deyirəm, bugün iştirak edə bilmədilər, amma hamısının ürəyi sizləndir, bu tədbirdədir. Bilirsiniz, illər uzunu bizim itkin ailələrimizin, itkinlərimizin valideynləri dünyalarını dəyişirlər. Bugün onlar çox az qalıblar. Bugün biz bacılar, biz itkinlərimizin həyat yoldaşları, övladları, onları təmsil edirik və bu bizim borcumuzdur. Necə ki, siz öz qardaşınızı təmsil edirsiniz. Bax, müəllim öz qardaşını təmsil edir və mən öz qardaşımı təmsil edirəm. Bu bizim borcumuzdur. Bu elə bir acıdır ki, mən bunu həmişə deyirəm, tam səmiyyəti ilə deyirəm. Nə qədər öləndə də nəzərdə yandıracaq bir acıdır. Allah xalqıma, millətimə yaşatmasın. Kədərimizi bildiririk, başsağlığımızı bildiririk və dövlətimizə, dövlətimizin başçısına, ordumuza can sağlığı versin, millətimizi, xalqımızı qorusun Allah. Çox sağ olun, təşəkkür edirəm. Çıxış söz verilir Vətən müharibəsi iştirakçıları və şəhid ailə ilə işin təşkil şöbəsinin müdürü Elvar Hüseynov. Salamlayıram, hörmətli şəhid ailələri, qonaqlarımız. Çox səmərəli bir tədbir oldu. Xalid, mən düşünürəm ki, sənin ananın ruhu buradadır. Biz onun qəbrini ziyarət edəndə o baş daşın üstündə bir balaca daş parçası var idi. Demişdi, anam vəsiyyət eləmiş ki, daş parçasını buradan oğlumun nəşi gələndə götürərsin. Mən düşünürəm ki, Allah bizi o günü göstərəcək. Elə ananın yanında da biz onu dəfn edəcəyik. İnsanlar bəzən özləri bilmədiyi talihə doğru yönəlir. İnsanlar keçdiyi yol onun seçmədiyi, onun seçildiyi yol. Mənim 14 yaşım var idi. Xocavənd Şikayət istiqamətində döyüşlər gedir. İndi də bizim istər 44 günlük vətən müharibəsində, istər Yuxal antrenördə həmin istiqamətdə çox çətinliklə irəliləyiş olur. Çünki Xocavənd Şuşanın açarı idi.
Hadrut Şuşanın qapısı idi. Ona görə də orada çox güclü döyüşlər gedir və hakim müstəhillər ermənilərdə idi. Və Şuşa işğal olunandan sonra mənim böyük qardaşım 181 sayılı hərbi hissənin tərkibini həmin istiqamətdə döyüşüyor. O vaxt telefon yox idi, heç bir şey yox idi. Orada məktub göndərdi şahıs prosesindəki qəzet vaxtası. Bizə silah, sursat, yemək, kadut, bu ləvazılıqlar lazımdır. Ailə olaraq həm də valideynlərim işləyirdi, dövlət içində işləyirdilər. Həmin o müəssisələrin insanları ilə necə ki 44 günlük vətən müharibəsində insanlar formalaşdı, həmin o müəssisə rəhbərləri, müəssisələr fəhləsindən tutmuş müəllimlərə qədər yardımlar edir. Bizim sinifin qızları corablar gətirdilər, mənim indiyə qədər yardımlar. Bizim əlimizdə nə gəlirsə biz yığdıq, ora aparıq. Və qeyd etmək istəyirəm ki, anam da, atam da həm oraya getdi. O, dövlətimizin həmin dövrdə olandan o görə bütün çıxışlarında dövlətimin mənafeyini qoruyuram. Dövlət bir şəxs deyil, dövlət bir millətin evidir. Və mən o şəhidlərimizin nəşlərinin bastırılmaması, həmin o dəfnin təşkil olunmaması, həmin o xaosun, həmin o hakimiyyət böhranının içində böyüdüm. İçində böyüdüm. Abbas müəllim var, indi Yeni Azərbaycan Partiyasından Abşeron rayon filialının sədridir. O da həmin bizdən bir məktəbdə oxuyurdu. Bizim palatkanı vurdular ermənilər. Gecə biz orada qalanıq. Paz avtobus deyirlər, onunla gitmişdik. Qarmon, mağara, yemək, sigaret, məktublar. Və mənim yadımdadır, bizim apardığımız su maşınını hərbi səfəmanı xahiş etdi ki, bu qalsın əskərlərimiz su. Və radiatordan əskərlərimiz su içirdi. Çəkilişi saxla da xahiş edirəm. Amma sən bugün gələnlərin simasını yadından çıxartma. Ay, çox sağ olun. Bəli, düzdür. Bizim o, mən o 21-də bura gəldim, 20-də müharibədə edim. O şəhid analarının illərini verdikcə, eləsi var 40-ı mən gələnən düşdü, gec çıxdı, dekabrda şəhid olan. Mən düşünürdüm ki, Allah-u mənə qismət eləmədi bu dəfninləri. Bunu da görərdim. Çünki mən canlı şəhidi görürüm, canlı əskər görmüşəm. Əskərin şəhid olduğunu görmüşəm. Əskərə demişəm ki, burada durma, səni vuracaqlar. Düşüb getmişəm, çayda əlimi yuyub qalxanda Siversinə vurublar, o uşaq şəhid. 10 dəqiqə ona demişəm, səni vuracaq. Onun gəlib meydindir görmüşəm. Yəni, öz səylənkarlığında sadəcə olaraq burada maşın yumaq, müharibə vaxtı maşın təmizləmə vaxtı deyil. Və gəlib burada şəhid mərasimlərini görmüşəm. Və deyirdim ki, mən Əzim müəllim danışırdı, şəhid analara danışırdı, sən danışırdın, Ağnın müəllim danışırdı yolda. Hamı danışırdı ki, belədir, belədir, belədir. Məndə bir bədbəxt bir talih var. Nə danışırlarsa mən onu yaşamalıyam. Allah onu mənə yaşatmalı. Və gəldi sentyabrın şəhidləri 2022-də orada yaşadım. 2023-də onu təkrar yaşadım. Və mən o dəfinləri gördüm. Və mən səhv ki, Xalid, o Əzim müəllim gedən günü bir söz dedi, mənə medal verdi, həmin gündə getdi. Dedim, mən əminliklə deyirəm ki, Elmar Hüseynin dövlətimizin bu qələbədə nə qədər zəhməti varsa, onun yarısından qədər az deyil. Çünki onun bildiyi bəzi məsələlər. Və mən indi sənə deyirəm ki, ürəklə.
bu şəhid dəfinlərinin yarışığı 70% sən olmasın. Yəni Elmar mənim bunu bilir. Mən indi xanımla da ərə baxmayaraq gəlin olsam da, amma mən qardaşın da nömrəsini götürəcəm. Yəni çox ağırdır. 94-cü ildə bizim də bir itkinimiz var. Hələ də istəyə tapılmayıb. İndi Elmar mənim dedi, Qapanlı Seysulam istiqamətində 777-ci motadıcı batalyon olub, türklər öyrədib burada nasosunda. O vaxtı babamız bunların komandirinin qoluna, yəqin Elmar mənim bilər, o vaxtı saat taxıb, deyib bu komanda bir həftə ya 10 gün mü istirahətə buraxılmalıdır. Gecə ilə xəbər gəlib Füzulidən bizə verilən məlumata görə gətirib töküblər. Qapanlı Seysulan istiqamətində deyiblər, batalyon girib döyüşə qalib. Mən bugün zamanı şəklində Orxanla bir yerdə vurmuşam qarajın qapısına. Amma mən uşağımı öpürəm, onu öpürəm, amma mən ona Allah rəhmət eləsin sözünü deyə bilmirəm, ağzıma gəlmir. Ona görə o yoxdur, mən onu tapa bilmirəm. Ona görə də Xaliq, yəni bunların hamısını yadında saxla. Hər şey borcdur, hər şey. Yəni, heyf, çox heyf. Yaxşı insanların qiymətləndirmirlər. Bugün elə deyib ki, bugün yemək süfrəsi olsaydı, halbuqda bir ehsan süfrəsi olsaydı, zal dolu olacaqdı. Bu məsələni mən evdə də həmişə valideynlərimə düz söz deymişim. Boşa gəlmək üçün deməmişim. Anam kimi demişəm ki, bunda eləməm. Bunun bir məntiqi var. Bəndə kimdir ki, yaxşı əməlləri qiymətləndirir. Bəndə bunu qiymətləndirə bilmir. Bu yaxşı əməli qiymətləndirən Allah Teala bu mükafatı sona saxlayır. Sənin bugün o şəhid ailəyə bura gəlsəydi, sənin borcundan çıxmış olacaqdılar. Onlar sənə yenə də borclu qalır. Yəni, bu bir fəlsəfədir. İndi şəhid ailəsi, ictimai insanlıqdır, ehli sədriyyə, sayılmaz. Bütün müəllimlikdir, həm hərbi müəllimliyi keçmişim, həm hərbi zabitlərə dərs demişim. Sən gəl danış. 2016-da mən orada danışmışam, 20-də girib şəhid olub, 4 yıldan sonra. Və mən onlara şəhidlik videosunu qoyub göstərdim. Bütün zaman. Yəni, bütün bunlar hamısı formalaşır insanın qəlbində bir elm yaranır. Və bu elmdə öz bəhrəsini insanlara verir, tövfəsini insanlara verir. Bunu qəbul edən verir, etməyən verir. Dünən bir şəhidimizin mövluduydu, şəhid analarına oturmuşuq. Deyirəm ki, bu şəhid anası o qədər bədbəxt bir talih yaşayıb ki, siz bəlkə ki, məni 50 dəfə o mənim maşınımda görmürsünüz, bəlkə də başqa bəxtələrlə yerləşdiriniz. Amma mən onun yanında olduğum kürəyə partlamasın. Ev ala bilmir. Ev ala bilmir. Bulaq tikə bilmir. Ailəsində bir neçə şəhid. Və bütün hər bir şeydir, yəni bütün problem, başdan nəyə problem. Bir başqa bir problem də var, onu deyə bilmirəm. Niyə görə də o xalq bilirsən, yıxılan yanında olmaq. Vaxt vardı, Naxılan alımı mənini çatdırmaq istedim. Nə anladım? Bunların arasını qalmaq alacaq. Amma mərd yıxılırmış. O gün anamın qəlbi üstündə sizin ikinizin danışdığınızı bu gün oğlan, bu nöqtəsində qoyur. Təntənər surətlə rəhm edəcək və xaribdən Məsbah xanım gəldi, yenə bu sözü təşkil edirsən, gəldi çatdı. Altında maşın yox, vəsfəsi yox, peçat vırsın, adam çağırsın, məktəbə kiməsə qiymət yazdırsın. O gənclərlə, o bayraqlarla, o bütün o tədbirləri ya Amir müəllimin maşında, ya mənim maşında, ya avtobusda, yəni bunların hamısına bax o insan o gedib. Budur sən canlı şəhidsən, başa düşürsən, sən canlı şifor deyilsən, sən canlı şəhidsən. Şəhid və şahid. Sən başa düşürsən, yəni bəzi insanlar elə bilir ki, insan öləndə şəhid olur. İnsanlar məsələn sağ üçün şəhidlər olur. Onlar hər gün ölür.
Biz gedirik məzarlığa. Bəzi faktları mən zaman açacağım. Biz anası ilə bizim öz münasibətimiz, ətrafla bizim öz münasibətimiz, şəkil çəkdirməyə gələnlə öz münasibətimiz, jurnalını bəzəmək istəyənlə öz münasibətimiz. Amma biz ona baxırıq, ölürük. Sən də ölənlərdən bilirsən. Düşünsən, yəni bu şəhidlik fəlsəfəsi odur ki, bizi kim adamların, yəni bax elə burada oturan bütün auditoriyanın, bizim dəyərimizi Allah bilir. Bax, sənin qardaşın qızı burada işləyir də. Fərlə xanım bilir. Bura işə düzəlmək üçün haralara zəng eləmək lazımdır, kimlər demək lazımdır ki. Mənim yoldaşımı da bura düzəltmişdim, çıxartdım. Fərlə xanım, mən sağ olun. Və mən sizə dedim ki, o sizə həmişə ehtimacı olacaq, dəstək olacaq. Yenə bal topladı, qəbul oldu. Bunu necəsə Allah qaytarır. Sadəcə onu biz görmürük. Bəzən görənlər, bax o kişinin qardaşı, bax, tok vurdu, rəhməti getdi. O da canlı şəhid idi. Mən 2016-cı ildə ictimai fəaliyyətə başlayandan 10 ildir mən bu işin içindəyəm. Uşaqlığımın sizə bir hissəsini dedim, bir hissəsini dedim Cuzan. Bütün tədbir, özü Milli Qəhrəman ailəsi 3 ay oğul bir evdən əmi ata şəhid, bir dəfə görmüsünüz bir dənə yerdə özlərini qabağa verib yerlər. Çünki qəhrəmanların özləri kimi ailələri var, övladları var, həyat yoldaşları var. Və onlardan törəyən övladlar da həmin nöqtəni vurur. Burası bir dənə açın, bir dənə təhlil eləsəm görəcəksiniz ki, hər şey olduğu kimi. Bu bir məktəbdir. Sadəcə olaraq çox təəssüflər olsun ki, bugün bu məktəbin fəlsəfəsini dərsliyə götürsək, bizə heç bir düşmən bata bilməz. Mən açıq şəkildə dünən dedim ki, nə vaxt ki, Türkiyənin başını Qarabağda alacaq, o zaman Qarabağ məsələsi qalxacaq. Nələr susacaq? Biz ona görə 25-30 ilə hazırlaşmalıyıq. Bu zallarda bizim görəcəyimiz işlər, bura qədər görəcəyimiz işlər, biraz səngimiş. Bunun üçün və sən bu işlərin iştirakçısan. Sən özündən bir çeşid qoymaq lazım. Sən öz həyatından çeşid qoymaq lazımdır. Sənin yetişdirdiyin uşaqlar bugün bütün dünyada səs salırlar. Sən əlindən tutub keçdiyin əskəri yola sal. Mən hələ bir dənə qohumu əskərdə yola sala bilməmişəm. Gedim ki, onu yola salım, ona bir nəsə verim. Nə eləməmişəm? İndi onun başqa qınaqlarda vaxtım olmur. Amma sən kasıb canınma, deyirsən ki, mən filan əskərim gedir, mən gedirəm ona. Sonra da deyirsən ki, bax bu kitabı, bu nə isə də mən ona verdim, əskər yola saldım. Bu bir dövlət xadiminin, bir nazir səviyyəsində olan insanların, nə bileyim, mən səviyyədə ən aşağısı olan, bizim gücümüz deyil bu. Bunu Allah sənə verir. Sən özün hiss eləmirsən ki, Allah-Teala sənə nə verir? Mən o gün sənin haqqında bilsən nə düşünürdüm? Mən hər kəsə baxanda da, özümə baxanda da düşünürəm ki, görsən mənim ölümüm necə olacaq? Mən öyle düşünürəm ki, mən filan kəs görsən rəhmət edəndə necə olacaq, kimlər gələcək, necə olacaq? Təsəvvür edilməlisən. Mən həyatda o fəlsifə eləmişəm, hiss eləməyə çalışıram. Mesela Laçındaydım o gün, düşmənin sədlərinə baxıb, onun müharibəyə hazırlığını hiss eləmək istəyirdim. Yəni, məndə o vaxt telepatik güclər var. Sən bilsən necə dəfn edəcəklər, sən bir dənə şəhid elə dəfn eləməliyik, sən dəfn edəcəklər. Bütün əmircan, bütün sənin tələbələrin, bütün sənin o yetişdirdiklərin, hamısı sənin başına yaşadır. Sən heç bir diplom almaya, sən bu Suraxanda bir fəlsəfi yol qoydun, ad qoydun, sən. Ölkədə birinci tutduğun sənətdən başqa sənət yoxdur. Amma sənin bu getdiyin vətənpərvərlik ruhu, sənin mən dəfələrlə səni təşkil edirəm ki, Xəlil, bax buradan çörək qazanmalısan, bunu belə elə, 5 dəqiqə buraya, yox, sən elə bir yolla gəlsən. Qardaşım da elədir, bizim evdə olub, mən görmüşəm. Elə bir, mən baxırdım atamla ananın şəklinə. Mən orada da düşünürdüm, o şəklin imkan varsa qoysunlar. Şəhid atası, bir də anası çalışıram şəkildən oxuya bilimdə ki, yəni düşünüm nədir bu? İkisində də var.
Onun döyüşü. Bir dənə həmin o şəhidimizin elə anasının günündə bugün Nəsibə xanım yollar canlı görmüşdüm, yollar da canlıda. Bunu məsəl üçün mən oxudum, uzaqdan o hərflərə baxarım, necə yazır, nə edir. Deyəsən axırdadır o. Bu kimdir baba? Bir anda saxlasın. Mən bu şəkili oxumağa çalışıyorum. Birinci atanla anam bir-birini özü oxuşuyur, gözləri oxuşuyur. Qardaşlığı atana oxşayır. Amma sizdə olan intizam, sizdə olan dürüstlük, sizdə olan o təmənnasızlıq məktəbi. Bax, o mənə gəlir ki, səhvələnməmizə bu ən böyük şəhidimizin arasındadır. Şəhidimizin arasını almışdı ya. Mən bunlara layiq edir, mən bu sözləri deyirəm. Auditoriyanın kiçik olmağına təəssüf eləməm. Burada elə adam var ki, 1000 adama dəyər. Həzrət Peyğəmbərimizi dəfn edəndə 3 nəfər dəfn edir. Salman Farsi, Həzrət Əli, bir də ona verirlər o xidmətçi. Üçü qoyub nəzərə. Onu torpağa bastırmamış hakimiyyət qırğınına çıxıblar. Şərt deyilsən, 3 nəfər bastırıb, 5 nəfər. Gələn adam kamillər olmalı. Yəni, sənin bura gələn adamların var, hərəsi bir oldu. Hərəsinin bir qələmi, hərəsinin bir gücü, hərəsinin öz auditoriyası. Bura 10.000 adam yığarım, bu tədbirdən heç nə paylaşa bilməz. Amma sənin bu tədbiri bizə də paylaşacaq. Yəni, heç vaxt təşvisi kesin. Heç vaxt. Mən arada Xərçəng Gürcünün videolarını paylaşan bir. Bizə kim nə edirsə təşvisi kesin. Çünki biz o yaxşılığı o adamı görə eləmirik. Allah görə. Allah'ın xətrini edir. Bəli. Qorxaraq edir. Qorxuruq. Nə qədər qorxuruqsa o qədər. Yarımçıq qalıb sözüm, bunları tamamlayayım. Hər dəfə, hər tədbirdə təbliğat edirəm. İndi özləri istəyirəm şəhid ailələri ki, bu belə olmaz, bu belə eləməlidir. Görürəm ki, belə baxırlar, bir misal çəkdim. Dedim, sizcə Həzrət Peyğəmbər və Həzrət Əliyə Quran ayəsini hər gün oxumağa ehtiyac var idi. Hər gün Quranı xətm edirdilər. Onlar əzbər bilirlər. Peyğəmbərimizin ürəyinə yazılmışdı Quran. Cəbrail əleyhissalam yazmışdı o ürəyinə. Ehtiyac var idi oxumaq. Demək, mütaliənin, elmin əsas qayəsi nədir? Təkrar. Təbliğatın əsas qayəsi nədir? Təkrar. Sənə bu çıxışı ona görə elədim ki, sən davamlı işini davam edəsən, heç vaxt nəsə gözləməyəsən, heç vaxt küsməyəsən, fəxr eləməlisən, bax, burada oturan simalarla həmişə fəxr eləməlisən ki, bax, bu adamlar 100 adamı yığ bura, məsələn, bir Arzu xanımın bir dənə cümləsi 100-ünü bağlayır, 100 adamı yığ bura, Nəsibə xanımın bir dənə cümləsi onu bağlayır, Zəminə xanım, belə hamısı Sevdə xanım. Sevdə xanım nesilən şəhid anası rəhmətli edib, durub gəlib ora, 1-ci Qarabağda, məsələn, elan qoyurkən durub gəlib ora. Amma mən o fəlsəfə ilə razılaşmam ki, siz mənə hörməti qoymuşsunuz, hörmətsə hamısı birdə. Hamı birdə, ya hamıya birdə. Bunu deməyə cəsarət lazımdır. Düşürsən, bu demək lazım ki, ya sən bunu qəbul eləməlisən ki, bu mümkünsüzdür hər yerə getmək. İnsan da insan qədər. Səhər üsulundan tərpənə bilmirsən. Uşağın problemi olur, gəlin problemi olur, nəvərin problemi olur. Yəni, ola bilməyən də qınaq etmir. Ona baxışlayaq ki, çatdırmadı, gələ bilmədi, sağ olsun. Gələn də sağ olsun, gəlməsin. Ya bu fəlsəfəyə keçməliyik, ya küsməliyik, ya sərtləşməliyik, onda bütün əməllərini siləliyik. Allah da nə deyir? Sınağı bəndiyir. Sınağı bəndiyir. Dün adım mənim bir şəhid ailəsindən deyir. Elə bir cümlədir ki, mən 4 çalı cümləni fikirləşmişəm, bir tapın çıxarım. Adam adamın yaralı yerini qaynatmaz. Adam adamın yaralı yerini axtarmaz. Qaşımaz, danışmaz. Ona görə də bu məsələlərdən qorxaraq yaşayanlar kamil yaşayacaq. Nə qədər yaşamağına nasıl olmayacaq? Allah onu sonda qaldıracaq. Və Məktəşər yüzlükdə Sultan Süleyman oğlunu Mustafanı eydam edir. Ona qədər Mustafanın qəbri Türkiyədə bilinmir artıq. Türkiyə filmə baxandan sonra
1 milyon insan Mustafanı ziyarət edir. 1 milyon insan. Film insanı qaldırdı. Mən deyirəm, nə gün asitəmdə 25 ildən sonra bu olacaq. 25 ildən sonra mən artıq tapacağım. Nə idi? Mükafat bunu demişdi. Onu sənə Allah hədiyyə edir. Mesela 2023'ün yanvar ayının 11 Cənab Prezident müsahibə verir. Yanvar ayının ölçüsündən sual verilir. 2023'ün Azərbaycan Türkçəsinin tamlaşma ilə. Tam deyə bilmirəm ki, girməli ilə alacaq. Deyirəm ki, tamlaşma ilə. Sonra 23-cü illərinin videonu çıxır. Bu Allahın mənə mükafatıdır. Ki, elmi sənə verir. Bu sənin mükafatındır. Bax, bu insanlar sənin mükafatındır. Bu şəhidlər sənin mükafatındır. Bu qardaş hansı ki çıxış elədi, o sənin mükafatındır. Onlar sənə qardaşlığı geri tapacaqlar. Və mən də həmişə sənə baxanda barəqdə demişəm ki, Allah bir gün qismət elə burada qardaşım gətirək tanışlar. Bu inşaat xəbərini aldım. Allah ondan sağ olasın. Mən istərdim ki, burada kim istəsə, kim danışmaq istəsə, hamıya söz verir. Sən həm birinci Qarabağ, həm ikinci Qarabağ şəhid ailəsi köprüsün. İnşallah. Allah səni versin. Allah sənin övladları doğru qismət eləsin. Bəzən fikirləşirəm ki, alqışlayaq xalqı. Sənin kimi intizamlı bir ailə ilə qohum olmaq, dost olmaq, o genetik kodları dəyişdirmək lazımdır. Çünki bəzən bilirəm ki, sənin kimi ailədən olan övladları bu məktəbə lazımdır. Təmiz, sağ, dürüst. Bizə belə adamlar lazımdır. Dövlətimizin güclü olması üçün. Bir daha səni, bax, bu keçirdiyin tədbirlə bağlı. Təbrik edirəm, Allah qardaşım oğlum. Şad eləsin və unutma ki, hər dəfə baxanda ananın nəzarı mən xatırlayır. Yəni, biz oraya getmişik. Oldu. Dəniz yanmır. Və yaxud da yaxınlarından şəhid ailələrindən olanlar kimlər çıxış etmək istəyirsə, səhnəyə buyura bilər. Deyim, Əsbə xanıma söz verir, Arzu xanıma söz verir. Bizim şəhid milli qəhrəmanın qardaşının qızı, şəhidin övladı, hələ ayın 29-u, cavan 26 yaşında övladının bir il dönümü olacaq. Bizim bir hərbi hissənin, ensaylı hərbi hissənin giziri, bizim şəhidimizin övladı İlahə qızımız ağır bir qəzada Kəlbəcərdə həyatını itirib. Biz şəhid ailələri olaraq onun dəfnində iştirak etdik. Hər zaman olduğu kimi şəhid ailələrinin yanında olmaq bizim birbaşa borcumuzdur. Bugün də o borcumuzu qismən də olsa yerinə yetirdik. Mən bu tədbirə girəndə baxdım ki, çox az sayda adamlar var, amma Elmar müəllim demişkən, ürəyimiz həmişə şəhidlərimizin tədbirlərində onların yanındadır, amma biz özümüzə borc bildik ki, biz gəlib özümüzü çatdıraq. Əgər bu hadisə üst-üstə düşməsəydi, burada yüzlərlə hər zaman olduğu kimi şəhid ailələri bu tədbirdə iştirak edəcəkdi, amma o dəfni daha vacib bildik. Çünki biz İntizar xanımızın, şəhidimizin həyat yoldaşının bu ağır günündə yanında olmalıydıq. O şəhidimizin uşaqlıq illərini normal yaşaya bilmədiyi, çətinliklərlə atasız böyüdüyü bizim gözümüzün önündən keçdi. Çünki biz də övlad böyütmüşük atasız. Övladının dağı hələ sinəsindən getməyib, bir ili tamam olmayıb. Onları biz fikirləşdik ki, biz bugün o dəfnində iştirak eləməliyik. Bizim çoxsaylı xanımlarımız da oradan dağıldı, evlərinə getdi. Bir qismini də orada biz İntizar xanımın yanında qoyduq. Çoxsaylı bugün qızlarımız oradaydı, sağ olsunlar. Biz isə üçümüz, təbii ki, biz elə bilirdik tədbir tutarıb, amma öyrəndik ki, tədbir davam edir, burada olmaq istədik. Şəhid ailə üzvləri də, digər qonaqlarımız da hər birinizə təşəkkür edirəm ki, şəhidimiz bugün Xəqani qardaşımızın ruhunun işığına toplaşmışıq. Anım tədbiridir. Bəli, biz şəhidlərimizi unutsaq, özümüzü unutmuş bilməliyik. Yeganə varlıqdır şəhid. Onun valideynlərimizdən sonra bizim üzərimizdə xalq olaraq mənəvi haqqı var. Biz o haqqımızı necə ödəyə bilirik onlarla? Onlar hamımızın olan vətən üçün canlarından keçiblər. Biz də onları unutmağa, unutturmağa qoymamalıyıq. Xaliddən söhbət açdı, Elmar müəllim çox gözəl vurğuladı. Xalid
elə bil ki, bu rayonun bir əskəridir də, belə deyək, həmişə silahlanmış bir əskəridir. Şəhidlərimizin Vətən müharibəsində dəfn olunan anından ta ki onların 3 ilinin tamamına qədər Xalid bir qrup, özü də tək yox, necə ki biz cəmiyyət olaraq, Xalid də bir qrup ətrafında olan Bayraqdar adında bir qrupla bütün şəhidlərimizin dəfnində, anım günü, doğum günü, nə bilim 3 mərasimi, 7 mərasimi hər zaman şəhidlərimizin başının üstündə oldu. Allah hər zaman başının üstündə olsun Xalid. Allah şəhid qardaşımın ruhunu şad eləsin. Xalidin anası ilə görüşmüşük Aləmzər xanımla, Xanımzər xanımla. Mən Qızıl Xaç Komitəsində xaricilərlə işləyən zaman onların barəsində bir anket doldururdu. Orada çox çətin, çox ağır suallar var idi ki, biz onu şəhidimizin, itkinimizin yaxın qohumlarından o suallara cavab almalıydıq. Onları anketə əlavə etməliydik ki, bugün bax bu axtarışlar həmən anketlərin sayəsində bizim itkinlərimiz tapılır. Sümüklərində, başının tükündə, neçə dişində implant var idi, neçə dişini çəkdirmişdi, hansı bir pürçikası var idi, oturanda nə inirdi, əliəsirdimi, ayağı əsirmi, bunları bir də valideynə xatırlatmaq bizim üçün çox çətin idi. Amma bu çətin işə də mən şəhidlərimizin xətri üçün, əziz ruhlarını anmaq üçün, əziz ruhlarının sayəsində biz bu günlərə ki, bizim şəhidlərimizi dəfn elədik, çatmaq üçün biz bunları elədik. Xalidin anası deyirdi ki, mənim gözüm hər zaman qapıdadır. Uşaqların hansı qapını belə tıqqıldadır, elə bilirəm ki, Xəqani qapıdadır. İndi də deyirdi, neçə illər keçir, telefona zəng gələn kimi, mən elə bilirəm ki, Xəqaninin xəbərini verəcəklər bizə. Bu səsi indi də mənim qulağımdadır ki, belə bir söhbət eləmişdik. Allah valideynlərini də özünün də ruhunu şad eləsin. Allah Xəqani qardaşımızın simasında bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamını uca eləsin. Xalid kimi çox az bacı qardaş var ki, şəhidin valideynləri həyatdan gedəndən sonra onlar şəhid qardaşını yaşatmaq üçün əlindən gəlini eləyir. Mən deyərdim ki, onun biri elə Xaliddir, mübariz qardaşdır. Bax, bizim sıralarımızda Pərvanə xanımdır, Zülfiyə xanımdır. Belə xanımlar var, aramızda bir neçə bəylər var ki, şəhid qardaşını unutmamaq üçün bizlərə qoşulub, bütün tədbirlərdə bizlərin yanında olur. Təbii ki, şəhid el oğludur, eldən gedir, evdən getmir. Xəqani təkcə Xalidin qardaşı deyil, bizim hər birimizin qardaşıdır, boynumuzun borcudur, yenə deyirəm. Onlar bizim hamımızın olan vətən üçün əziz canlarına qurban veriblər. Biz bu torpağın üstündə ayaq basırıqsa, onların ruhu üçün hər gün dua etməliyik. Allah məkanlarını cənnət eləsin və Xəqanilərimizin, digər şəhidlərimizin 1-ci Qarabağ müharibəsi adlanan müharibədə şəhid olan şəhidlərimizin qəhrəmanlıq qulağından, onların ağır şəraitdə ac, susuz, rezin tapçıqa ilə silahsız döyüşən o qəhrəmanların saldıqları körpüdən bizim vətən müharibəsi şəhidləri keçdi, gəldi bugün bizim zəfərimizə, qələbəmizə çatdılar. Allah dövlətimizi qorusun, millətimizi qorusun, ordumuzu qorusun, bir daha xalqımız şəhid xəbəri eşitməsin. Amma Elman müəllim vurğuladı, biz bilirik ki, biz elə noan, kör qonşularla qonşuluq eləyirik ki, bu da qaçırılmazdır. Bir 30 il, 25 il rahat yaşayırıq, 30-25 ildən sonra biz bəslədiyimiz o körpələrimizi silah sursatla təmin edib göndəririk ki, get, yenə də torpaqlar namərd düşmənin tapdağı altına azad olunmalıdır və yaxud işğala düşməməlidir. Ona görə də mənim əziz qardaşım, Xalid qardaşım, hər zaman dediyim kimi şəhid analar var burada, şəhid ailələr var burada. Mən bir xahişimi yenə də buradan etmək istəyirəm. Gəlin bu tədbirləri biz məktəblərdə təşkil edək. Çünki biz bax orta yaş qrupu hamımız buradayıq. Biz müharibələrin 90-cı illərdə də keçmişik, bugün də keçmişik. Biz bilirik müharibənin ağrısı, acısı, müharibəyə hazırlıq nə deməkdir. Mən çox istəyirəm bunu gənclərimiz görsün. Biz bu 30 ildə burada oturan bir çox adamlar var ki, bunu hamısı deyər ki, mən çox doğru danışıram. Biz bu 30 ildə məktəblərdə bizim torpaqlarımızın işğal olunan günlərini
böyük tədbirlər, o şəhidlərimizin, qazilərimizin orada döyüş səhnələrini qurmuşuq, tədbirlər keçirtmişik. Bax, bu şəhidlərimizin Vətən müharibəsində şəhid oldu. Bu qazilərimiz o qəhrəmanlıq səhnələrini izləyib, bizim Xocalıda qız gəlinlərimizin başına gələn faciələri biz o səhnəciklərdə o uşaqlara göstərmişik. Ona görə Vətən müharibəsi qəhrəmanları yetişdi. Biz bu tədbirlərimizi uşaqların qarşısında keçirdək. Biz də təbii ki, şəhid ailə üzvləri olaraq vətənsevərlər, şəhid-sevərlər hamısı o tədbirdə olsun, amma gələcək nəslimiz vətənpərvər bilməlidir. Xalq olaraq biz bunu özümüz bəsləməliyik, o uşaqları. Yenə deyirəm, arzu eləmirəm bir ana kimi, bir şəhid ailəsi kimi, bir hərbiçi anası kimi, bir nənə kimi arzu eləmirəm ki, bir də xalqımız müharibə yaşasın, amma qaçırılmazdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Üzrlü sayını ki, yerimdən çıxış elədim, əslində çox istəyərdim, amma çox belə bir məyus o boyda ağır yerdən gəldiyimə görə istəmədim elə qarşınıza çıxım. Sağ olun. Bütün şəhərlərinin hamısına ruhları şad olsun. Allah rəhmət eləsin. Allah qanlarını saxlasın. Allah qazilərimizdən sağ versin. Sizin qarşıda baş əyirəm. İki kəlmə vətən şeirindən istəmək istəyirəm. Bizim dilimizdə bir kəlam vardır, vətən kəlamı. Xalq şairi Məmməd Arazın dilincə desək, bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanlarımız vətən desin. Vətən desin qəlbimizin duyğusu, hər vurğusu. Fərq yoxdur harda olsaq, zamanımız, məkanımız vətən desin. Allah ölənlərimizə rəhmət eləsin, şəhidlərə ruhları şad olsun. Allah səbir versin sizə. İnşallah, qardaş dediyi kimi, şad xəbərlə də halin qardaşı tapılar, yüksək dərəcədə dəfn edərik, köməklik eləyərik. Allah həmizə səbir versin. Əziz tədbir iştirakçıları, başqa şəhid ailələri olmaqla qazilər və bu tədbirdə iştirak edən bütün Azərbaycan vətəndaşları sizlərə öz minnətdarlığımı bildirirəm. Əsasən də şəhid ailələri o cür gözəl övlad böyütmüşsünüz. Şəhid ailələri. Və Xalis qardaş, ümdə sənə özlərim minnətdarlığımı bildirirəm. Təmsil edədiyim Azərbaycanın imza səbir adından, təmsil edədiyim Dünya Azərbaycanlar İctimai Birliyi adından və bir veteran qızı, veteran ailəsi, hərbiçi ailə adından sən öz minnətdarlığımı bildirirəm ki, belə şəhid təklərinə mənim xalq sahibləri qalmışsın. Mənim şəhid haqqında bir şeirim var. Bu yaxında Azərbaycanın qədimi məkanlar və tarixi abidələr üzrə tərcümə kitabım çıxdı 4 dildə. O kitabda mən ümdə birinci şeirim yazdım şəhidlər haqqında. Şəhidlər ölmür. Şəhidlər bizim qəlbimizin başında. Şəhidlər ölməyib. Şəhidlər bizim tariximizin qan yoldaşında. Şəhidlər ölməyib. Şəhidlər bizim üç rəngli bayrağımızın sir yaddaşında. Şəhidlər ölməyib. Şəhidlər gedəndə analarına dedilər, ana gedirəm. Birdən şəhid olsam, amanın günüdür, dalım sıra ağlam ana, sevinçdən ağlarsan ana. Sənə zəfər sevincini yaşadıb gedəcəm. Vətənimin adına ana vətən deyirlər, ana vətənmə zəfər sevincini yaşadıb gedəcəm ana. Sevinçdən ağlayarsan dalım sıra ana. Şeirimə cavab gəldi, dost Türkiyəmizdən. Heç gözləmirdim, bir anda gəldi. Gör nə yazdı bayraqlar, dedi əziz abla, şəhidlər ölmür. Düz deyirsən, şəhidlər bizim qəlbimizin başında. Şəhidlər bizim vətənimizin torpağında, qayasında daşında. Yenə bir cavab gəldi dost Türkiyəmizdən, bir gözəl abla, dost dedim ona. Yazdı Zamiyə xanım, dərdimə dərman istəyir. Dərman mənə göndərsən. Yazdım ona cavab ki, əziz bacım, dərdə dərman zəfərdir, bizim dərdimizin dərmanı zəfərdir. Şəhidlər ölməyib, şəhidlər bizim qəlbimizin başında. O şəhidlər bizə çox gözəl anlar yaşatdılar, bilin. Dünya tarixində Ali Baş Komandan başda olmaq şərti ilə hərbiçimiz Elman müəllimə, mən buradan öz minnətlərimi bildirim. Çünki əziyyətləri çox, bitirmək olmaz, gözəl. Bu hərbiçi
hərbçilərin hesabına biz indi burada o şəhid qardaşların, şəhid qızların hesabına biz indi burada azad danışırıq. Bayrağımız da vəzifələrdədir. Ali Baş Komandamız nə dedi? Titulumuz bayraq. Bayraq bizim nəfəsimiz, bayraq bizim ürəyimiz, bayraq bizim kimliyimizdir. Mən sizə özləri minnətdarlığımı bildirirəm ki, nam çıxışına qulaq asdınız. Sağ olun. Çıxış üçün söz verilir şəhidin qardaşı Musayev Xalid. Ən çətin gündə mənim olduğunuz çox sağ olun, minnətdarlarımıza və sənətanımla bağışlayın. Mən bir məqsəd qarşıma qoymuşdum, vətən millətini sevərək işini görmüşəm. Heç bir iş geçmirdim, çünki mənim Allahım var. Allah məni qoruyur və yolu da açır. Bir də hamınıza təşəkkür edirəm gəldiyiniz üçün. Allah hamınızı qorusun. Nə qədər mən yaşayıram, şəhid əllə yanında olacaq. Sağ olun. İndi isə Xalid Musayevin tərtib mənasını keçid edilir. Tərtib olunur mərkəzin direktoru Xəyala Mahmudova. Tərtib olunur Qarabağ İlkin Ailələri İctimai Birliyi sədri Könül Behbudova. Bu məkanda hər zaman şəhid tədbirləri keçirilir. Və burada da Xəyal xanım minnətdarıq ki, hər zaman qapısını açdı bütün şəhid önünə. Elə də Könül xanım sizə minnətdarıq ki, hər zaman siz İlkin ailələrini lazım olan yerə apardınız. Xan kəndinə, Xocalıya, Şuşaya apardınız. Hətta mən istəyirdim Şahdağa apardınız, sizə minnətdarım. Sağ olun. Allah razı olsun. Bununla da tədbirimiz sona yetdi. Gəldiyiniz üçün çox sağ olun. Zəhmət olsa xatirə şəkli üçün ekrana yaxınlaşın. Bir 92'de vuruşu özü də və bu gün də burada yanımızda sistemə çıxışa. Yəni bu da vaxtilə 92'de vuruşub. Sizə hamımıza minnətdaram, Allahımıza razı olsun. Vətənimizin nefsini qoruyağın, irəli gedək. Xalidə bir dənə şeir yaz. Tükənməsin işıqım. Parılsın yarışığı. Bir könüllü yazar kimi söz. Mütləq Xalidə dəyərli. Xalid yaxşı. Ad günün nə var? Gözəl insan. Allah canlı olsun. Ekabını. Bəli, Allah, bəli. Belə. Sən böyümüsən. Mən başım